Zərdabi yazırdı ki, bu əkinçinin yaranma tarixi ilə bağlı o Rusiyada əvvəliminci Türk qəzeti adlı məqalə yazmışdı 1905-ci ildə Həyat qəzetində. Yəni əkinçinin fəaliyyət göstərib bağlanmasından təxminən 30 il sonra. Bu qəzetin necə yaratdığını yazırdı və o deyirdi ki, ya orada bir maraqlı məqam var. Deyir ki, bu qəzeti nəşr eləmək, çap eləmək üçün mətbəədə hurufat yığan müsəlman tapa bilmədim. Və o Minasov adlı bir erməni tapır ki, o şriftləri bu yığa bilər, əkinçi qəzetinin buraxsınlar. Və başlayır həmin onunla bir yerdə işləməyə. Bu qəzet çap olunur 1 il, 2 il, 1877-ci ildə növbəti qəzetin növbəti nömrəsi çapa gedir. Qəzetdə də Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi bir məqalə var. Məqalə də adi məqalədir. Orada bir söhbət gedir ki, bir dərviş bazarda, dükanın qabağında durub qəsidə oxuyur, adamları elmə, təhsilə çağırır. Belə bir yazıdır. Zərdabi yazır ki, mən qəzeti çapa verdim, senzor qol çəkdi, qəzet çapa getdi. Növbəti gün məni qubernator çağırdı ki, bu qəzet, bu nömrə ləğv olunur. Sən yeni nömrə buraxmalısan. Hə, mən deyir, qubernatorun yanına gedəndə gördüm, mənim şrift yığanım, mənim mətbəəmdə işləyən Minasov qubernatorun yanındadır. Qubernator dedi ki, Minasov deyir ki, orada olan o dərvişin söhbətində qeyri-mənalar var.